efirdən deyirəm ki, sahib, birinci sənə sual verirəm. Sənin özün kimsən? Sən Tazir kimi oxuya bilərsən, oxuya bilməzsən. Özün özünə sual verərsən. Yəqin ki, cavab gələcək. O deyir ki, oxuya bilməz. Gəlib deyən, oxuya bilməz. Tacir kimi yox. Onda sağ olsun, onu deyibsən. Taziri məndən çox tərif eləyən, məndən çox sevən Tazir Vidadi haqqında məndən çox danışan yoxdur ki, Tacir sənətkar bunu bilir. Təbii ki. Amma o elə bir aşağılar ki, ay yaxşı bunlara qaçma. Qaçma nədir? Üçümüz də bir janr oxuyuruq. Amma Tacir sözün əsl mənasında sənətkardır. Tacir, Əflatun, Manaf da bu belədir. Bu ayıra bilməsən də mənim öz yerim var, Tazirin öz yeri var, Əflatunun öz yeri var. Amma onu elə deməklə biraz, yəni sən kim olmuşsan, sən nə əsər yaratmışsan, neynəmirsən ki, elə sənin başın üçün deyil, mənim haqqımda sən söz deyəsən, mənim haqqımda Arif Babayev deyib, Habil Əliyev deyib, Axın Abdullayev deyib, mənim haqqımda bunlar söz deyə bilər. Sən onu araşdıran məzsən nədir, nədir.